Akşamınız xeyir, hörmətli xanımlar və cənablar. Nağıl Danış Mənim üçün adlı musiqili poeziya gecəsinə başlayırıq. Çıxış üçün söz verilir Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, kinodramaturg İlqar Fəhmiyə. Axşamınız xeyir, əziz sənətsevərlər, musiqi sevərlər, poeziya sevərlər. Biz həmişə Beynəlxalq Muğam Mərkəzində musiqili, muğam, caz və müxtəlif formatlı musiqi tədbirlərində iştirak eləmişik. Amma ara sıra burada həm də poeziyaya öz qucağını açır, poeziya ilə bağlı çoxsaylı yubileylərimiz olub, burada şairlərimizin yubileyi, başqa tədbirlərimiz. Və bugün də yenə də bizim əzizimiz, gözəl qiraətçi aktyorumuz Hüseyn Ağa Aslanovun hazırladığı və özünün təqdimatında gözəl bir poeziya gecəsində toplaşmışıq. Niyə görə gözəl deyirəm öncədən görməmişdən? Çünki bir neçə il əvvəl, yox bir il əvvəl idi səhv eləmirəmsə, Hüseyn Ağanın bir dənə də poeziya gecəsi burada təqdim olunmuşdu, musiqili, gözəl təqdimatlarla. Yəni çox sevdim mən, niyə görə? Çünki artıq indiki dövr sadəcə şeiri yazmaqla iş bitmir. Şeirin müəyyən formada, poeziyanın müəyyən formada təqdimatlarını da düşünmək lazımdır. Bu, istər internet məkanında olsun, istər bu cür tədbirlərdə. Və məncə Hüseyn Ağa onun ən düzgün yolunu tapıb. Yəni canlı improvizasiya musiqiləri ilə, içində ruhunda poeziya olan gənc həmkarları ilə, musiqiçilərlə bir yerdə çox maraqlı bir kompozisiyalar qurur. Özü də musiqiçidir, belə bilməyənlər bilsinlər ki, yəni Hüseyn Ağa dostumuz sadəcə İnci sənətin o aktyorluğunu bitirməyib, həm də musiqi məktəbini bitirib, özü də ifaçıdır. Yəni özünün də içində musiqi doyumu var və öz ruhunda, öz gördüyü işlərdə, öz layihələrdə bu cür musiqi ilə poeziyanı çox gözəl şəkildə birləşdirib, maraqlı bir materiallar, maraqlı bir layihələr, tədbirlər ərsəyə gətirə bilir və mən düşünürəm ki, qarşıdakı bir saat ərzində siz də darıxmayacaqsınız. Onun repertuarında həm klasik poeziyamızın nümunələri var, həm müasir poeziya var, həm son gənc nəsil şairlərimizin əsərləri var və bir saatın içində biz demək olar ki, bütün Azərbaycan poeziyasını, klassikasından tutmuş müasir dövrünə qədər müşahidə edəcəyik. Mən hamıya uğurlar arzu edirəm və düşünürəm ki, Hüseyn Ağam da bu cür tədbirləri hər il bizi sevindirəcək və hər ildən də daha maraqlı formalar tapıb poeziyamızı daha da zirvələrə qaldıracaq. Təşəkkür edirəm. Axşamınız xeyir olsun, hörmətli xanımlar və cənablar, əziz qonaqlar. Hər birinizi Nağıl Danış Mənim üçün adlı poeziya gecəmizdə xoş gördük. Bugün bir-birindən maraqlı şeirlər səslənəcək, musiqilər ifa olunacaq. Piyanoda Zərif xanım Kərimova bizlərlə beraber. Həm də onu xatırlatmaq istəyirdim ki, bugün bir mövzu ilə də əlamətdar bir gündə, həm də bugün beynəlxalq mədəniyyət günüdür. Bu da həm də bir növ mədəni bir hadisə sayılır. Ona görə bütün şeir sevərləri və musiqi həvəskarlarını ürəkdən təbrik edirəm. Və keçid almaq istəyirəm artıq konsertin bədii hissəsinə. Deməli, Johann Sebastian Bach və Marcello. Adaşı, Şəhriyar Dergerani, xatırlamağın şeiri. Elə nigaranam, səndən nigaran. Yaşaram ömürdən, gündən nigaran. Qaybına qalıram öz aləmində. Nə vaxt soyulasam, çay dəmdirəm. Ürəyim əlində, canım əlində, yanına gəlirəm, gülümsəyirəm. Deyirəm darıxma,
yaxşı olacaq. Yaxşı olmayacaq, özün bilirsən. Sən özün bilirsən, necə olacaq. Sən özün bilirsən, necə olacaq. Zalimin zülmü çox, məzlumun ahı. Sən özün bilirsən, necə olacaq. Kimin boynunadır, kimin günahı. Şahid çağıraram ora Allahı. Mən sənin üstünə günah almaram. Nə qədər istəsən, neçə istəsən, mən özüm yanarım. Necə istəsən, heç bircə tikə də sənə qalmaram. Sənə bu qədər uzaq olunca, güneşe su qədər uzaq olunca, gedib dayanaram külək tərəfdə. Saçını öpərəm külək tərəfdə. 5-10 xatirəyə ümid olarım. Sən necə istəsən, hardan istəsən, yadına düşər, haçan istəsən. Mən belə sevirəm, unudulmaram. Mən belə sevirəm, unudulmaram. Unudulmaram. Harold Arlen, Over the Rainbow. Pərviz Seyidli, Sonranı düşünmək. Bir gün biz olmayanda, yəni sakitcə, əlimiz cibimizdə, çantamızda kitablar, hər gün keçdiyimiz küçələrdən keçərcəsinə bu həyatdan köçəndə nəsə qalacaq bizdən. Hər gün dayanacaqda rastlaşdığım qısa saçlı qızdan sonra boş mu qalacaq onun yeri? Yoxsa başqa qızlar dolduracaq həmin qəhvəyi boşluğu? Qısa mı olacaq saçları? Buruq mu? Bir payız səhəri necə olacaq hava? Yenə küləkli mi? Yenə soyuq. Darıxacaq mı yollar bizim üçün? Avtobusun şeh tutmuş pəncərəsi darıxacaq mı ona söykədiyimiz alnımız üçün? Üzümüz üçün? Unudacaq mı əllərimizi oxuduğumuz kitablar? Bir gün biz olmayanda. Qatarların yanına düşəcək mi cəmi bir stansiyalı? Oturduğumuz kafelerin yadında qalacaq mı elədiyimiz söhbətlər? Heç olmasa Miller'in piyesləri, Səmədoğlu şeirləri, o qızı unuttum yalanları, romanımı bitirdim cümləsi. Bir gün mən olmayanda, eşidiləcək mi kədərli bir qız səsi? Orta boy yazıcıydı, yaxşı sevgili ola bilərdi, amma vaxtı çatmadı. Amma vaxtı çatmadı. Vaxtı çatmadı. Pərviz Seyidli. İndi isə solo bir ifa gəlir. Gershwin, The Man I Love.
İndi isə daha bir əsər gəlir. Ennio Morricone, Playing Love. Cəlil Cavanşir, Doktor. Alqışlarınızla. İkimiz de güleydik taleyden, sevgiden, adamlardan. Bir daha batar günaha, sonra tövbe ederik. İnsanlar unutkansa biz niye unutkanmışız? Gel yeniden ağlayak, əzab çəkək. Gel bir daha aldanak doktor. Sonra yeni yorulaq, sonra bezsək, gedərik. Gəl bir də bataq günaha, sonra tövbə edərik. Səni sadəcə gözəl gülüşlərinə görə sevə bilərəm. Bəlkə də səni sadəcə gözəl gülüşlərinə görə sevirəm. Bilmirəm səndən sonra nə olacaq. Düşünmə. Səndən öncə kim varsa unutmuşam. Özüm də yaddan çıxmışam doktor. Özüm də unudulmuşam. Mən indi üzgünüm və ruhum paramparça. İndi o dərin baxışların dolambacında aza bilərəm. Sənin oyaq qaldığın, ağladığın bütün gecələrə keşik çəkə bilərəm doktor. Sənə şeir yazı bilərəm. Bir gün anladım ki doktor, məni bu sərsəri ömrün sonuna sən ötürə bilərsən. Heç vaxt mənim olmayan xoşbəxtliyi gətirə bilərsən. Mənə biraz ümid ver. Yaşamaq yox, yaşlanmaq üçün. Bircə sözün məsələr həyata bərk-bərk tutulmağa. Bircə gülüşün bəs edər hamı sevməyə. Səni sevdim ki, dəyişim. Sevdim ki, ümidim olsun həyata bağlanmaq üçün. Bağlanmaq üçün. Igor Krutoy, Когда я закрываю глаза. Nüsrət Kəsəməndi. Sən demə, təzədən sevmiyorlarmış. Sən demə, təzədən sevmiyorlarmış. Talih də təzədən gülə bilərmiş. Küsüb gözü yaşlı gedən məhəbbət peşiman dönə bilərmiş. Ürək bulut kimi boşalırsa da, demək bulut kimi təzədən dolur. Sonuncu şöləsi titriyən şamdan ayrı bir şamı da yandırmaq olur. Sən demə, təzədən sevmiyorlarmış. Köhnə yaraları vaxt, zaman silir. Kəsilən budaqda ölən ağaclar təzə dövrələrlə dirilənir. Ağlıya dünyaya gəlib, biz ana südü ilə gülməmişik. Hər axşam sap-sarı batan günəşi hər səhər təzə təl görməmişik. Sən demə, təzədən sevmiyorlarmış. Sevgi fürsət deyil ki, quş kimi uçar. Nə də kölgədir ki, qaçasan qova, ya da sən qovasan, o səndən qaçar. Çıxarsan qəlbindən ütən sevgini,
bir gün tənhalıq sıxacaq səni. Kiməsə etdiyin yaxşılıq kimi məhəbbət qarşına çıxacaq səni. İlk sevgi yuvadan düşən quşcuğaz. Körpə qanadları qövrələmir. Məcnunun ağı ilə uçan məhəbbət min hiylə əli ilə yerə emməyib. Mən ki görməmişəm sevgini susan. Məhəbbət zirvədə bəslənən qarmış. Kim deyir bir dəfə sevilir insan? Sən demə, hər dəfə sevmək olarmış. İndi isə səhnəyə iki peşəkar, istedadlı musiqiçini dəvət etmək istəyirəm. Tarda İsmail Zülfiqarov, nağarada Cəfər Həsənov. Kompozisiya.
çıxışımız Basilaya Serenada, Pərvi Seyidli qatar qaralamalarında. Soyuq havalar, isti vagonlara tələsən ayaqlar, köhnəlmiş çanta, içində vərəqləri saralmış kitablar, mürgülü qatarda yorğun adamlar. Senarist beynində növbəti bölümü tamamlar. Senarist fikirli, qayğılı, yorğun, yekməsək həyat, şirin xəyallar. Yazılmalı gözəl əsərlər varkən çürüdür onu mənasız seriallar. Senarist fikirli, qayğılı, yorğun, qulaqlıqda Bayatı Şiraz, kamança, tar. Senarist düşünür, nə yaxşı ki payız var. Əsir küləklər, yağır narın yağışlar. Üşüyəndə daha qayğıkeş görünür bütün qəhvəyi adamlar. Senarist fikirli, qayğılı, yorğun. Seriyanın sonunda öldürüm obrazı. Düşünən senaristin xəbəri yox içində. Məsəl üçün, sol cərgədə dayanan, əlində yaşıl çətir, gözlərində ümidlə senaristə boylanan sarı saçlı bir qızı görə bilmir senarist. Ey düşünür, öldürüm yoxsa elə yaşasın. Fikirləşir, bir qərar verə bilmir senarist. Sarı saçlı qız isə senaristə hey baxır. Çətirindən su damır qatarın döşəməsinə. Senarist fikirləşir, senarist bərk darıxır. Ən şirin senaridən xəbərsizdir senarist. Növbəti stansiya sarı saçlı qız düşür. Gözlərində ümiddən bir əsər də qalmayıb. Qərar verir senarist, öldürəcəm o qızı. Ailəsi üz döndəri, sevgilisi ölübdür. Onsuz da onu sevən bir nəfər də qalmayıb. Bir nəfər də qalmayıb. Pərvi Seyidli. Ennio Morricone, Sinema Paradiso filmindən sevgi mövzusu. Əli Abbas Qasımov, sevgimi küləkdən qoruyuram. Külək sığal çəkir hörgülərinə. Səni qısqanıram küləyə hərdən. Əlimi yollayıb incə belinə, sevgimi küləkdən qoruyuram. Əs külək, nə qədər istəyirsənsə, istərsən çox güclü bir tufan qopar. Sevginin gücünə sən bələdsənsə, müsalı toxunma, hicranın var. Bir sərin meh olub əs başım üstə, öz həzin layıqan doxşa sevgimi. Bu eşqin odunda yanan mən təsdə, vermişəm sevginə neçə yeri. Qəlbimdə min arzu, sonsuz xəyallar. Kəsmə ümidimi külək, kəsməsən. Qoparsam fırtına, yansa dünyalar, eşqindən dönmərəm. Bunu biləsən. Bir xəzri olarsa eşqimə çarə, üz tutub dənizə mən yalvararım. Dərdimi söylərəm adətəcərəm. Sevgimi küləyə mən qısqanaram. Yox əsər əlamət o sərt küləkdən, elə yumuşalır ki, əsir çox həzin. Qəlbimi açıram küləyə hərdən, necə sevdiyimi qoy
o da bilsin. Bəzən darıxıram üzü küləksiz. İstəyir boyasın dağdan, dənizdən. Küləksiz dözərəm, dözmərəm sənsiz. Əs külək, inciməm sevgimizdən. İnciməm sevgimizdən. Toygar Işıklı, sonsuza kadar. Reşad Nağı Mustafa, bir de görürsen ki. Bir de görürsen ki, yaxşıdır her şey. Elinde, ovucunda qalıb əlləri. Birgə İslamlısan yağışın altda. Birgə adlamısan gölməçələri. Bir de görürsen ki, yaxşıdır her şey. Duanı eşidib, qurban olduğum. Daha tek değilsin bir kürəsində, getməyə yerim var, tutmağa arzum. Bir de görürsen ki, yaxşıdır her şey. Xoşbəxtlik səninlə başını qatır. Bu dəfə görürsən başqadır her şey. Bu dəfə daha çox kişisən sanki. Bu dəfə sevməyə ürəyin çatır. Bir de görürsən ki, yaxşıdır hər şey. Hamı bəxtəvər sənin gözündə. Xoşbəxt küçədə süpürgəçilər, səndən pul istəyən dilənçilərin daha səmimidir duaları da. Yalan danışmağın daşını atıb, ta bezib, yorulub yalancılar da. Müştəri gözləmir sarı taksilər. Qırmaqdan çıxarıb soxulcanları, allatmır balığı, balıqçılar da. Allatmır balığı, balıqçılar da. Balıqçılar da. Konstantin Miladze, Apets Viteli, Pərvi Seyidli, Bakıdan İstanbul'a. Bakının küləyidir, yeylədir saçlarını İstanbul'da. Axı, gedəndə özümdən aparmışdım. Paltarlarını, Bakının küləyini, güneşini, qarını. Bir-iki isti xatirə də qoymuşdun çamadana. Üşüməyəsən deyə oralarda. Kiçik, küləkli şəhərin ipək saçlı qızı. Necə keçir günlər qoskoca İstanbul'da? Xəzan dolu sonbahar, soyundu havalar. Gölməçələrdən su içirmi kimsəsiz pişiklər? Çay içirsən, Türk qəhvəsi. Yeri gəlmişkən tünd qəhvə ətirli yağış yağırdı burada. Əllərin cibində dolaşan küçədə. Şəklini çəkir beynindəki sərxoş rəssam. İçimdə səni görməyə arzusu. Şeir yazıb gecələri dua kimi oxuyuram Allaha. Axı ondan yaxşı başa düşən yoxdur məni burada. Mən Bakıda, sən İstanbul'da. Dalğalanan saçlarla dayanıb boğazda dənizi ütüləyən gəmilərə baxırsan. Mən müşfiqi vərəqlədikcə hər darıxanda, bəlkə də həmin vaxt can yücə görürsən. Kaş şehirlərdən körpü atmaq olaydı şehirlərə. Şehirlər qalib gəlirdi şəhərlərə. İkimiz də darıxırıq sənin üçün. Mən, bir də Bakı. O küləklə başını qatır, mən gəlişini xəyal etməklə. Nə bileyim, belə yaxşıdır bəlkə də. Çünki sevmək biraz iddiadır, biraz imtinadır, biraz uzaq olmaq. Sən ayrı ölkədə, mən ayrı ölkədə.
İndi isə səhnəyə İsmail Zülfiqarov və Cəfər Həsənov dəvət olunur. Alqışlarımızla. Salam Qədirzadə, bacı qızı. Bir səhər bacım qızı Gülyanaq bizə gəlib məni silkələyərək şirin yuxudan oyatdı. Dayı, bilirsən nə var? Gözlərimi ovuşdurub ona baxdım. Nə var ay qız? Bu tezdən xeyir olar. Xeyir dayı. Telefon stansiyasında bir yaxşı yer boşalır. Sənə qurban olun. Naçaynik dedi ki, nə? Məni ora düzəltsin də. Nə işdir ki? Gecələr növbətçi olacaq. Əlim ayağım tərtəmiz. Özü də əsl mən deyəndir. Nə matematika bilmək lazımdır, nə də politekonomiya. Götürürsən trubqanı, alo, zanitli, alo, proverka. Və salam. Dedim çalışarım. Çox xahişdən minnətdən sonra Gülyanağı işə düzəltdim. Özümlə çağırıb tapşırdım ki, bax, Naçaynikin deyir gecələr yatmaq olmaz. Vaxtı-vaxtında geri telefon xəttinin sazlığını yoxlayasın. Həm də adamlarla mədəni rəftar etmək lazımdır. Gülyanar mənə axıra kimi danışmağa qoymadı. Ayda, hamısını bilirəm. Naçaynikimizin əmrini verməmişdən qabaq, onlar bir-bir məni tapşırır. Sən laf arxayın ol, qoy sabahdan işə başlayayım, görərsən. Gecə saat 2 olardı, çox yorğun yatmışdım. Qəfildən otaqları qulaq batıran cingiltili səs duyuyor. Mən qalxıb telefonu ucum. Arvad dikişlərə deyildi. Uşaq oyanı bağladı. Alo, kimdir? Dayı, mənəmi? Gülyanaqdır. Gözün aydın işə başladı. Əcəb verir. Sonra heç mi? Sağlığın. Gecən xeyrə qalsın. Sən nə danışsan, dayı? Gecən xeyrə qalsın nədir? Səhərlicə gəlib proverka edeyim. Elə valla, elə. Keçib çarpayda uzandım və nə qədər çalışdımsa özümü yuxuya verə bilmədim. Saat 3-ü, 4-ü, 5-i vurdu. Mən elə oyaqdım. Dan yerə alardım. Daha yata bilməzdim. Birazdan işə getməliydim. Qalxıb geyindim. Ancaq ayaq üstə gözlərim yumulurdu. İştahım da küsmüşdü. Yarımca stəkan çay içib evdən çıxmağa hazırlaşırdım ki, telefon cır səslə bir zəngi vurdu. Götür gör kimdir, deyə arvadı eşitdirib, özüm yola düzəldim. Elə qapını açıb dəhlizə ayaq basanda, arvadan arvad mənə səslədi. Ay xan kişi, səni istəyirlər. Könülsüz geri qayıdıb dəstəyə ona aldım. Alo? Qabidə, sənsən? Mənəm, sözüm. Proverka. Yaman bəlaya düşmüşdüm. Proverka ilə rahatlığım yox idi. Gecə yatanda proverka. O başlandan şirin yuxuda ikən proverka. Səhər gözünü açmamış proverka. Bundan qabaq da bizim telefon stansiyasında növbətçi qızlar olurdu. Lakin onlarda belə şeylər yox idi. Bilmirəm, əvvəlki qızların pis işlədiyindən mi o zaman rahat yatırdı? Yoxsa bu Gülyanağın yaxşı işlədiyindən mi indi rahatlığımız pozulmuşdu? Artıq bir həftə olar ki, gecələr telefon zəngiləşikcə mən yerindən qalxıram, arvad dikişini deyinir, uşaq oyanı bağlayır. Nəhayət, proverkalardan tənqi gəlmiş arvad məni direktor dedi. Xan kişi, sən atomu görür. Səhər özün ver telefon stansiyasına. Bir tər xahiş elə ki, bəlkə o bacın qızını işdən çıxartdıra bilərsən. Valla razıyım, yaxşı bir pulovla pişirərəm. Naçayniklərə görə ona da çağırırım. Elə şey olar. Sırağa gün üzünün əti tökülə-tökülə ona minnətlə işə düzəltdirmişəm. İndi necə gelib çıxartdı? Qoy biraz da gözləyək, görək axırı nə olur? Nə olacaq? Deyə arvad qeyizləndi. Proverka. Ertədən sobanı qalamadığımız üçün gecə evimdə yaman soyuq idi. Qalın yorğanı başıma çəkib yerində uzanmışdım. Ancaq bu dəqiqə telefonun ayağı tapqalanmış küçük kimi zeyniliklərini bildiyimdən çox səksəkəli idi. Məni təzəcə yuxu aparmışdı ki, fasiləsiz bir zəng səs gəldi. Arvad dikişli deyil. Uşaq oyanı bağladı. Yerim yaxşıca qızdığından mən qalxmaq istəmədim. Ay isə, bu dəfə sən dur gör kimdir, deyə yumuşaqlıqla arvaddan xahiş etdim. Dinmədim.
Zəng 2-3 dəfə də uzun uzadı zingildiyəndə səsimi qaldırdım. Ay qız, sənlə deyilən, qalxıb cavab ver. Arvad üzümə durdu. Qalxmayacaq, cavab verməyəcək. Əşki, nə bilirsən, bəlkə proverka deyil, başqa şey deyil. Elə səni istəyirlər. Ay utanmaz. Gecənin bu aləmdə məni kim istəyəcək? Mən sənin üçün skor olmuşam, bacarlı komandayam, nəyəm? Zəng səsi bir də eşidiləndə qan beynimə vurdu. Özümü saxlaya bilmədim. Başımın altından yastığı qamarlayıb hirslə arvadın çarpayısına tərəf dolazladım. Digər ki, əllərim əsliyindən düz nişan almadım. Yastığı gedib cüqmuldu ilə oğlumun peysərini dəydi. Bayraqdan xırda-xırda ağlayan uşaq bu nagahani zərbədən qorxub qışqırmağa başladı. Ay qız, dur! Səsimdən divarlar ötür. Bu vaxt qonşumun da işığı yandı. Yəqin onlar da evdə dalaşdığımızdan xəbər tutmuşdular. Ancaq bu qədər çılır bağlı salmağıma, hövsələdən çıxmağıma baxmayaraq, arvad heç qımıldanmadılar. Öldürsən də duran deyiləm. İstəyirsən balışır döşəyi mənə yox laf məni götürüb balışır döşəyi çıxıb, yer-yerində tərpənməyəcək. Tərpənməyəcəksən. Deyim, mən arvadın üstünə şığıyanda yeni zəng çaldı. Haçan telefonu cümub dəstəyi götürdüyümü bilmədim. Gülyan at, qoy rahat yaşayaq da. Bu nə oldu bizim evə salırsan? Yenə proverka bəs deyil. Özüm dediyim, özüm eşitdim. Telefondan səslərini gəlmədi. Lənət səni, kör şeytan. Bu nə oyun düşmüşəm? Qayıdıb yerimə keçmək istəyəndə, bayaqki ziyqirliyi bir daha təkrar oldu. Ancaq bu dəfə səs elə bir telefondan yox, dəhlizdən gəldi. Qaranlıq evin ortasında dayanıb fikirləşdim. Yəqin məni qara basır. Ürəyimin yanğısını söndürmək üçün təzəcə bir papiros yandırmışdım ki, qapımızın yumruqla döyəclərini eşidib dəhlizə çıxdım. Ada, kimdir? O tərəfdən tanış bir səs gəldi. Ayxan kişi, biziyə, nə möhkəm yapmışsan? Zəngi basmaqdan yorulduq ki, qonaqlarım kənddə yaşayan qohumlarımızdan idi. Qızlarının nişanına hazırlaşan hər arvad Bakıya 5-6 günlüyünə bazarı verməyə gəlmişdilər. Oturub keyf əhval tutduqdan, 1-2 stəkan çay içəndən sonra bizim arvad onların yerlərini elə mənim arzu ediyim kimi telefon olan otaqda saldı. Gecəniz xeyrə qalsın. Mən o bir evə keçəndə qohumlarını eşitdirdim. İşli telefon zəng eləsə, trubkanı götürüb bir dəfə bəli deyib əssalam. Əşki, o da çətin işdir ki. Birinci dəfə telefon zənglərini kişi qonaq qalxdı. İkinci dəfə əri bu vəzifəsini arvadına tapşırdı. Üçüncü gecə növbə ilə cavab verirlər. Dördüncü gecəni isə evimizdə yatmaqdan boyun qaçırdılar. Mən də arvad da nə qədər dil tökdüysə onları saxlaya bilmədik. Bizi narahat eləmək istəmədiklərini bəhanə getirərək mehmanxanaya getdilər. İstirahət günü bacım qızını yanıma çağırmışdı. Çox dilxor idi, oturub yolu gözləyirdim. Qəfildən qapı açıldı. Gülyanak şad bir halda içəri girib, dil-dil ötməyə başladı. Dayıda, salam, necəsən? Mən səndən bilirsən nə qədər razıyam. Naçalikimiz deyir, sağ olsun dayın ki, sənin kimi zirək bir qızı gətirib bizim stansiyada işə qoydu. Mən danışmadım. Nə var dayıda? Qaşqabaqlı görürsən. Bura var Gülyanak. Olmaz ki ya, mənim gündüzlər proverk edəyəsən. Bacım qızı nə dil-bilməz uşaqmış. Bu sözləri, bu eyhamı başa düşmədi. Gözləriniz də dayıda. Mən hələlik növbədə gecələr oluram. Ancaq oradakı qızlar xətrimi çox istəyirlər. Tapşırıram, gündüzlər də proverk edərlər. Heç qoyaram sizin telefon xəttiniz bir dəqiq xarab olsun. Daha da bəs mən ne üçünəm? Elə bilirsən ki ya, hamısını sənin kimi tez-tez yoxlayıram. Mən onun sözünü kəsdim. Gülyanak, səndən xahiş edirəm. Əgər mənə azdan çoxdan hörmətin varsa, bundan sonra bizi proverk eləmək. Qız tutuldu. Dayan, doğru deyirsən? Bəli, lap ciddi sözüm. Mən Gülyanakın qızarıb pərt olduğunu görcək, zorla gülümsədim. O da elə buna bəyinmiş kimi ağzını göyə açıb ucadan qəhqəhə çəkdi. Eləyəcəm, eləmə. Gecədə çox yox, 2 dəfə. Lazım deyil, heç olsa 1 dəfə. İstəmirəm. Onda qızları tapşıracaq, gündüzlər proverk eləsinlər. Yaxşı, ona razıyam. Deyəsən Gülyanak ağıllanmışdı. Neçə gecəydi ki, daha bizim rahatlığımızı pozmur. Arvad, mən işə gedəndən sonra gündüzlər necə, proverk eləmirlərsən, deyə bir-iki kere maraqlanıb xəbər alanda, Nisə başına qaldırmadan cavab verdi. Yox, daha elə şeylərdən qulağını sakit tapmışam kəndi.
Bir gün heç gözləmədik halda telefon xəttimizi tamam kəsdilər. Çox getgəldən sonra bunun səbəbini öyrəndim. Sən demə, indi də gündüz proverkalardan bezmiş arvad, mən evdən çıxan kimi telefon dəstəyini aparatın üstündən götürüb, camafatana yığılan yükün arasına dürtülmüş. Bu məsələdən xəbər tutan bacım qızı başı dolu mənim qonşumun telefonuna çatdırdı. Görürsən ayda-ayda, proverka eləməyəndə axırı nə olur? Zəfər Həsənov, İsmail Türküdar. İndi isə bir solo ifa səslənəcək Randy Newman, Oyuncaqlar Əhvalatı cizgi filmindən So Long. İfa edir Zərif Kərimova.
Maris Ravel, Habanera. İfa edir Zərif Kərimova və Nərgiz Əliyeva. Qulub, Arifey Evrici Operasından melodiya, Camal Yusifzadə, Dünyaya qorxunun gözü ilə baxma. İfa edir Zərif Kərimova və Nərgiz Əliyeva. Dünya bir pəncərədir. Baxsan da, baxmasan da. Çay axır, vaxt aparır. Axsan da, axmasan da. Dünyaya qorxunun gözü ilə baxma. Dünyaya qorxunun gözü ilə baxma. Dərin olmaz, sərin olmaz. Yarın olmaz qara ağac kölgəsi. Qara daş, qara qum, duz göyərəndə, çiynində qanadlı mələk görəndə, dünyaya qorxunun gözü ilə baxma. Ruhun həbsdəsə, kədər xəstəsə, bəd xəbər kəssə, dünyaya qorxunun gözü ilə baxma. Nə mən arzunun sonuyam, nə sən sevdanın ilki. Dünyaya qorxunun gözü ilə baxma. Dünyaya özümüz gəlməmişik ki. Dünyaya qorxunun gözü ilə baxma. Ya qul olacaqsan, ya da ki quldar. 5 günlük dünyanın feylinə uyma. Qanı laxtalanmış azadlıq da var. Sevən sevilmirsə, bəxtin kəndirsə, sarı deyil, yaşıl nəmdirsə, qürub qan qırmızı vatan gəlmirsə, dünyaya qorxunun gözü ilə baxma. İçində izin azalsa, dizində dözüm azalsa, Tanrıdan izin azalsa, dünyaya qorxunun gözü ilə baxma. Geç tapdın,
tez itirdim. Atam oldu, fərq edəməz. Nə isə tapılmalı, nə isə itməlidir. Əzəli bir kələ idi, nə vaxtsa ötməlidir. Qanadlı şəlaləyə, al badə lalilərə, zeytun gözlü dənizə, gümüşü balıqlara, kül altında közələn müqəddəş eşqə görə zərbi kəpənəklərə, kəhkəşanlı göylərə, allı güllü payıza, quşbaşı qara görə, dünyaya qorxunun gözülə bax. Milçəkdən fil düzəlsə, fahişələr mələyə, iblislər bütə dönsə, qorxunun gözülə dünyaya bax. Neysə. Nə qəm? Ölüm haqsa, qəmkən, dünyaya qorxunun gözülə bax. Ölüm haqsa, qəmkən, dünyaya qorxunun gözülə baxma. Rafiq Babayev, Əlvida, Ramiz Rövşən, son görüş. Bu vaxtsız sevginin əcəli yetdi. Buydu qismətimiz, ya tez, ya da gec. Hərə öz dərdini apardı, getdi. Bəs niyə dərdimiz azalmadı heç? Dünya dağılmadı biz ayrılanda, göylər biraz yağış çilədi ancaq. Sən mənə xoşbəxtlik dilədin onda, mən sənə rahatlıq dilədim ancaq. Rahatlıq dilədin ev eşiyimə, körpəmin beşiyinə, nəvəsi dizi üstə çıxan atama, anama da. Bir vaxt səndən öncə rastıma çıxan, məni səndən alan qadınamadır. İstədim son dəfə basın bağrıma. Dedim, nəyə lazım? Yox, yaxşı deyil. Ağladım, dedim ki, kiri ağlama. Dedim ki, yanışdır. Göz yaşım deyil. Bu görüş sonuncu görüşdür. Bugün ayrılırıq deyib gəlmişdim. Bəs niyə mənimlə son ayrılığa ən gözəl donunu deyib gəlmişdim? Bəs niyə o cürə gözəldin onda? İndi bunu necə duyum? Bilmirəm. Bəlkə də son dəfə mənim yanımda gözəl qalmaq idi arzum. Bilmirəm. Bir sevgi yarımçıq olur. Yağış da kəsildi, bulut da getdi. Bir qızla bir kişi ayrılır. Hərəsi bir yana üst tutub getdi. O qızdan gözəl qız tapılmaz daha. Daha o kişidən igidi yoxdur. Amma bu dünyada xoşbəxt olmağa daha heç birinin ümidi yoxdur. Heç birinin ümidi yoxdur. Talehin İroniyası filmindən musiqi Hamlet İsaxanlı. Səni sevdiyim çox sadəcə. Səni sevdim gündən günə daha dolğun, daha incə, düşünmədən, daşınmadan, bərbəzəksiz,
sevdim yere həsrət yağış kimi, leysan kimi. Səni sevdim gözəlliyə heyran olan insan kimi. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Mahnılarda anılmadım, dastanlarda yoxladım. Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım. İçimdəki ağrıların ateşindən kül olmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Mecnun olub dərdi eşqlə səhralara üst tutmadım. İnsanlardan uzaq düşüb ceyran cüyür ovutmadım. Xəyallara səcdə qılıb vüsalını unutmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Fərhad olub dəryaları məcrasından döndərmədim. Xosrov kimi can yanığını məhəbbətlə söndürmədim. Dünyanın naz neymətini sənə bəxşiş göndərmədim. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Romeo tək tez odalıb yanmaq üçün doğulmadım. Vaqif kimi pəri sona göllərində boğulmadım. Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Koroğlu tək eşq yolunda davalara alışmadım. Haray salıb gözəllərin məclisinə qarışmadım. İstedadlı aşıq kimi Füzuli ilə yarışmadım. Sadəcə çox sevdim səni. Səni sevdim çox sadəcə. Səni sevdim gündən günə daha dolğun, daha incə. Düşünmədən, daşınmadan bərbəzəksiz, çox sadəcə. Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi. Səni sevdim gözəlliyə heyran olan insan kimi. Sadəcə çox sevdim səni. Səni sevdim çox, çox sadəcə. Çox sadəcə. İndi isə səhnəyə Tarzən İsmail Zülfiqarov dəvət edirəm. Əlyağa Vahidin və İlqar Fəhminin qəzəlləri səslənəcək. Ey gül, səni hər kəs ki sevib, bəxtəvər oldu. Eşqində bir ancaq mənim ömrüm hədər oldu. Kim sevdi qara zülfünü ağ günlərə çıxdı. Talih mənə yar olmadı, bir dərd sər oldu. Mən ağladım öz halıma, biganə sevindi. Şükür Allaha, mən qaldım o məndən betər oldu. Yıxmalıdır məni məqsədi namərd rəqibim. Bar vermədi məhsudi bütün, binsəmər oldu. Ayrılmaz idi bir-birimizdən aramızda, göz dəydi bizə, bəlkə də bir bədnəzər oldu. Ev yıxmağı, qan tökməyi zənn etmə hünərdir. Hər kim vətəni sevdi, o əhli hünər oldu. Vəhşiliyə, namərdliyə, nadanlığa nifrət, insanlıq ilə ömr eləyən bəxtəvər oldu. Səndən sonra vahid, ayıq ol, qoy deməsinlər. Dünyaya gəlib getdi deyil, bir xəbər oldu.
yatmışdı həqiqətdə o kəs ki, hələ sağdır. Gözlərini dünyaya güman günündən oyardı. Bir zirvəsi qarlı uca dağdır ki, qəmi eşq, şair təbi oradan su alan xırda bulaqdır. Allah əbədiyyət sarayını bizlərə vermiş. Dünyamız o zinətli sarayda bir otaqdır. Dağlarca əzab verdiyi üçün mənə dövran, dağdan da böyük yarəli sinəmdəki dağdır. Var dövləti tutmaq üçün ayaqlar da əl olmuş. İmanı atıb qaçmağa əllər də ayaqdır. Dünyaya qonaqdır dedilər hər gələn insan. Hər halda qonaqdırsa da çox üzdü qonaqdır. Məcnunə həyat yoldaşı qəm, Fəhmiyə mühnət. Aləm dedi Məcnun ilə Fəhmi bacalardır. Aləm dedi Məcnun ilə Fəhmi bacalardır. Daha bir solo ifa gəlir. Fahir Atakoğlu, Darğın Dili. İfa edir Zərif Kərimova.
Növbəti əsər Vaqif Mustafazadə Düşüncə. İlqar Fəhmi Bakı tarixindən qaldaş romanından bir parça. Bax, belə. Bu, mənim Bakımdır. Mənim Bakım yalnız mənimdir. Çünki yalnız mənim içimdədir. Mənim ruhumdadır. Mənim qanımdadır. Hətta deyərdim ki, genimdədir. Ən əsası isə mənim Bakım heç vaxt uçurulub dağıdılmayacaq. Mənim Bakımın köhnə həyətlərinin yerində 20 mərtəbəli binalar ucalmayacaq. Mənim Bakımın küçələrində həmişə trolleybuslar, tramvaylar dolaşacaq. Dondurma satanlar altına çağ bərkilmiş taxta qutularını qabaqlarına qatıb, bütün günü maroş, maroş, qışqıra-qışqıra tinləri, dalanları keçəcək. Yaşlı, cavan quşbazlar şalvarlarının balaqlarını, köynəklərinin qollarını çırmalayıb, damda göyərçin uçuracaq. Axşamlar əllərində təsbih fırladan, başlarından aerodrom şəpkələri əski olmayan başı kişiləri küçələrin o üz bu üzündə şapka şurupla nərətəcək. Dirsəyəcən yağın, benzinin içində olan şoferlər qapılarında saxladıqları hökumət maşınlarının kapotunu qaldırıb motorunda işlədəcək. Ağzı dualı, başı yuxarı papaqlı, şəbə saqqallar tut ağaclarının altına yığışıb Seyid Əzimin, Füzulinin qəzəllərini xırdalayacaq. Arvadlar həyətlərdə paltar uyuya-uyuya dünən axşam televizorda göstərilən İndiyski kinonu müzakirə edəcək. Uşaqlar da gah kəlbələn uçuracaq, gah da taxta avtomatlarla, tapancalarla silahlanıb dava oynayacaq. Və başdan başa qırı verən bu idiliya əbədiyyətə qədər dəyişməyəcək. Hər şey olduğu kimi qalacaq. Heç kim qocalmayacaq, ölməyəcək. Heç yer uçurulub dağıdılmayacaq. Hər şey olduğu kimi qalacaq. Mən də Əzrailin dəvətnaməsini alana qədər qırı verən bu tablonu hər gün seyredəcəm. Toz basanda siləcəm. İstadanda qurudacaq. Çirk olanda yuyacaq. Ən nəhayət özümlə bərabər, öz içimdə o dünyaya aparacaq. Bəli, o dünyaya. Çünki bu dünyada mənim özümə yer olmadığı ki, mənim Bakımın yeri yoxdur. Nə mənim Bakımın, nə də onun tarixini,
içiyiz. Hətta nağıl olsa belə. Nağıl olsa belə. Bunlar təhlil. Ayten İsmixanova, Məhəllə kinofilmindən musiqi. İfa edir Zərif Kərimova. Joe Hisaishi, Nostalgiya, Zəlimxan Yaqub, səni sevmək üçün gəldim dünyaya. Çöldə çiçək oldum, çəməndən axış. Şimşəkdə od oldum, buludda yağış. Sirli bir göz gördüm, nurlu bir baxış. Çevirdim çeşməyə, qarışdım çaya. Səni sevmək üçün gəldim dünyaya. Mən 1000 il əvvəl də gələ bilərdim. 1000 ildən sonra da ölə bilərdim. Zamanı başqa cür hesablayardım, vaxtı başqa cürə bölə bilərdim. Düşüb sən doğulan həftəyə, aya. Səni sevmək üçün gəldim dünyaya. Səsini eşitdim, səsdən səs aldım. Şadraq gülüşündən güc, həvəs aldım. Sən nəfəsim oldun, mən nəfəs aldım. Muştuluq verdilər günəşə, aya. Səni sevmək üçün gəldim dünyaya. Neçə dinsizləri dinə getirdim. Qurudum sümbülü dənə getirdim. Könlümdə nə varsa sənə getirdim. Mənim yollarımı kəsə bilmədi nə sərhəd, nə dəmir, nə daş, nə qaya. Səni sevmək üçün gəldim dünyaya.
ölüm də, sevgi də, həyat da mənəm. Şükür Yaradanın verdiyi paya. Səni sevmək üçün gəldim dünyaya. Səni sevmək üçün gəldim dünyaya. İndi isə bir əsər səslənəcək. Xatirə adında bir əsər. Musiqisi Zərif Kərimovaya məxsusdur. Sözlərini isə Hüseyn Ağa Aslan biləcək. Sizlər üçün ifa edəcək Nurlana Abdullayeva. Alqışlarınızla. Gözlerinden senin hayalın, senle geçirdiğim günün her anı hatiresini söylesin, tutar mısın? Gözlerinden senin hayalın, senle geçirdiğim günün her anı hatiresini söylesin, tutar mısın? Düşür yada xəyalın. Getmir gözlərindən sənin xəyalın. Sənlə keçirdiyim günün hər anın xatirəsini söyləsən, tutar mısın? Tutar mısın? Nurlana Abdullayeva, Zərif Kərimova.
Əziz dostlar, əziz qonaqlar, çox sağ olun ki, bugün bizim konsertimizdə iştirak elədiniz, poeziya gecəsində iştirak elədiniz və mən son olaraq bir fikir bildirmək istəyirəm ki, bu konsertin adı niyə məhz Nağıl Danış mənim üçün adlanır? Bizim hamımızın sevimlisi İlqar Fəhminin şeiri əsasında bir ad seçilmişdi konsertdə, Nağıl Danış mənim üçün. Və istərdim son olaraq musiqisiz şeiri sizlər üçün səsləndirim. Nə vaxtsa qəmli olsan, nağıl danış mənim üçün. Nəfəs kimi daralsan, nağıl danış mənim üçün. Yalan şirin zəhərmiş, məni həmişə aldat. Həqiqəti cırıb at, nağıl danış mənim üçün. Bu günləri bir anlıq silib çıxart yadından, unutduğum qadından nağıl danış mənim üçün. Dəniz günahdan xilas bəhanəsi ilə, mələklərin səsi ilə nağıl danış mənim üçün. Həyat duman kimi idi, itib batıb dağıldı. Ölüm də bir nağıldı, nağıl danış mənim üçün. Əcəl yuxusu gəldi, bu yaşı sil gözündən, yavaşca öp üzümdən, nağıl danış mənim üçün. Bəlaya düşsə fəhmi, xilas üçün gəlirsən, otur yanımda hərdən, nağıl danış mənim üçün. Hər kəsə təşəkkür edirəm, başqa musiqisi dostlarımız olmaqla Nərgiz Əliyeva, İsmail Zülfiqarov, Cəfər Həsənov. Hər birinizə təşəkkür edirəm bu axşam bizimlə keçirdiyiniz üçün. Növbəti konsertlərdə görüşmək ümidinə. Sağ olun.